Azərbaycan kukla teatrında 50 ildən çox işləyən bir aktyor var. Aslan Fəthullayev. Uşaqlar onu o qədər çox sevirlər ki, hər tamaşaya dəfələrlə gəlirlər. Amma bir dəfə elə bir şey baş verdi ki, özü də gözləmirdi. Tamaşa gedirdi. O səhnədə öz obrazını oynayırdı. Zalda birdən bir uşaq ayağa qalxdı və ucadan səsləndi. Bəs nə dedi? Gəlin bunu aktyorun özündən eşidək. Tərəf müqabil obrazın dili ilə mənə yaxınlaşır. Mən çağırır. Tutam ki, Sultan deyir, Sultan neyniyək. Və məni obrazını çağıranda zaldan bir uşaq durdu, qışqırdı. Yox, o Aslan müəllimdir. Görür, uşaq neçə dəfə gəlib tamaşalara baxır ki, həddindən artıq sevgisi var. Və mən burada güldüm, əllədim uşağı ani olaraq. Bu mənim sevgimdir, mənə olan rəğbət. Müsahibənin davamı YouTube kanalımızda.